Dolaşa və tovuz quşları təmsil. Dolaşa quşu bəzəksiz, çox sadə olduğuna görə utanırdı. Yoldan bir neçə tovuz quşu lələyi tapdı. Özünü başdan ayağa bəzədi. Və həmcinslərinə yuxarıdan aşağı alçaldıcı nəzərlərlə baxıb tovuz quşlarının yanına qonaq getdi. Tovuz quşları isə aralarında olan onlara bənzəməyən bu quşu aşkar edib lələklərini çıxardılar. Biyabır edib qovdular. Dolaşa həmcinslərinin yanına dönməli oldu. Onlarsa hələ də onun alçaldıcı nəzərlərini unutmamışdılar və onu yanlarına qəbul etmədilər. Dolaşa quşlarının arasından biri isə ona dedi: "Malik olduqlarınla kifayətlən. Səndən yüksəkdə olanlardan təhqir görüb öz həmcinslərin tərəfindən qovulmaqdansa özün ol."